Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Hamınızı xoş gördük və Allahdan hamınıza can sağlığı və bolluca ruzu bərəkət arzulayıram. Bəli, bugün də etiraf vaxtıdır. Mən bilirəm ki, etiraf verişinin artıq izləyiciləri ekran önündə əyləşərək bizim verilişi izləyirlər. Və çox şadam ki, mənə gələn məktublardan, mənə gələn mesajlardan və görürəm ki, artıq xalqımız etiraf verilişi ürəkdən izləyərək və ürəkdən sevərək izləyirlər. Onun üçün də hər birinizə öz təşəkkürümü bildirirəm. İndi deyəcəksiniz, görəsən bugün qonağımız kimdir? Bəli, bizim bugünkü qonağımız sizin ürəyinizcə olacaq. Çünki o xanımın mahnılarını siz sevə-sevə dinləyirsiniz. Bəli, öz xanım xatınlığı ilə, öz ağırlığı ilə, çəkisi ilə və gözəl məlahətli səsi ilə siz tamaşaçıların artıq qəlbini ələ alıb. Bəli, muğam müsabiqəsi qalibi, gözəl xanəndəmiz Kamilə xanım Nəbiyevadır. Xoş gəlmişsiniz. Necəsiniz? Çox sağ olun. Siz necəsiniz İlham bəy? Yavaş-yavaş, biz də Allah deyib dolanırıq. Siz necəsiniz? Bu sənət, ev, ondan sonra ailə, ondan sonra el şənlikləri, nə bilim, işiniz maşallah, tədbirlər bu dəqiqə gedir. Necə çatdıra bilirsiniz? İlk öncə sizi salamlayıram. Bütün televiziya tamaşaçılarımızı salamlayıram. Nə xoş bugün mənə ki, etirafdayam. Hər zaman uşaqlığımızdan bəri mavi ekranlarda sizin bu proqramı görəndə daha sənətkarlarımız oturub bu kresloda. Həqiqətən həmişə deyirdim ki, nə vaxtsa mən də orada oturub İlham bəy öz etirafımı edə biləcəmmi? Şükür Allah'ın bu gününə həqiqətən siz o qədər dəyərli bir insansınız ki, o qədər gözəl bir qəlbiniz, ürəyiniz var ki, hər kəsin öz yerini bilən bir insansınız. Şükür Allah'ın bu gününə ki, hər şeyi çalışırıq ki, vaxtında çatdıraq, işlərimizi, sevdiklərimizə vaxt ayıraq, zaman ayıraq. Şükür bu günümüzə. Min şükür. Min şükür. Kamilə xanım, hansı bürcsüz siz? Oxatan. Oxatan bürcü. Amma onu da deyim ki, bu illəri Allahın köməklə oxatanların ilidir. Görək də inşallah. Oxatanların ilidir, bəli. Oxatanlar üçün çox uğurludur inşallah. Amma oxatan xanımlar da özündən deyən olurlar, ha. Öz məqsədlərə çatan, ondan sonra öz istədiklərin irəli əziyyət də olsa gedən, dediklərindən dönməyən və heç vaxt heç kimin qarşısına sınmayan mərd özü sözün düzün danışdığına görə. Ona görə də oxadan xanımların düz danışdığına görə çox adamlar sevmir. Çünki egoist kimi gəlir ki, hə. Egoist deyil əslində. Çünki gəlin açıq danışaq da, bu günləri elə bir zamanada yaşayırıq ki, yaltaq insanlara daha çox görürük ki, qabağa gedir. Hətta istedadı olmayan, yaltaq insanlara çox üstünlük verilir. Amma deyir ki, qızıl həmişə qızıldır. Yəni, qızılı dəyəri düşmür. Onun üçün də oxadan xanımları sözü düz dediyinə görə, mərd olduqlarına görə bəzi insanlar tərəfindən bəyənilmir. Hətta onlara qısqanclıq da yaranır. Amma bu il Oxatan bürcü altında doğulan xanımlar üçün də, bəylər üçün də çox gözəl ildir, ruzlu ildir. Hətta ev almaq istəyənlər evdə ala bilər, ev dəyişmək istəyənlər dəyişə də bilər. İstər maşın, istər yeni, yəni yeni uğurlara imza atılacaq inşallah. Xoş müjdəli xəbərlər gözləyir oxatanlar. Bax, bunu mən dedim. Sonra deməyin ki, demədi. Oxatan bürcü də düz 2026-cı ilin fevral ayının 16-sına kimi davam edəcək inşallah. İndi gəlin belə eləyək. Kamilə Nəbiyeva kimdir? Bilirik kimdir. Sadəcə ümumiyyətlə verilişi formatı budur. Harada doğulub, harada boya başa çatıb və sənətə necə olub gəlib? Bax, buradan başlayaq. Mən Kamilə Nəbiyeva 1991-ci il noyabr ayının 25-i İsmail rayonunun Xanagah kəndində dünyaya göz açmışam. Belə deyək də, musiqiçi ailəsində doğulmuşam.
Allah dünyadan köçənlərə rəhmət eləsin. Amin. Rəhmətli atam el xanəndəsi olub. Çox gözəl bir xanəndə olub, ustad bir xanəndə olub. Deməli, bu gendən gəlib də sizə, qandan. Bəli, qandan gəlib. Düzü, ana tərəfimdə də olubdu. Yəni, babam, ana babam həm tarizən, həm də xanəndə olub. Çox gözəl səs olub babamın da. Bizdə hər iki tərəfdə olub. Həm ata tərəfdə, həm ana tərəfdə. Buyurun. Sənətə gəlişim isə İlham bəy, ilk dəfə mən artıq yavaş-yavaş oxumağa başlayanda mən 5-6 yaş arası idi bəndə belə. Yavaş-yavaş oxuyurdum, uşaq idim də darağı götürürdüm, tuturdum, oxuyurdum. Bir gün, 2 gün belə papam sonra baxdı ki, dedi, qızım, elə bil sənin səsin var. Aha. Yoxladı mənim səsimi, 7 yaşım, artıq 7 yaşa doğru gedirdim. İlk dəfə qatar muğamını atam mənim səsimdə yoxladı. Qatar muğamını. Bəli, o birisi də çox zəngilə səs tələb edən muğamdır. Baxdı ki, məndə artıq nəsə səs var. Amma dedi, hələ uşaqsan, hələ gözləməlisən. Mən də o qədər həvəsli idim ki, dedim, nətər yəni uşağım, mənim səsim varsa mən oxumalıyam axı. Çox inadkar idim, həddindən. Bəlkə də bugün mən bu yerlərə gəlib çıxmağım mənim ən çox inadkarlığım olub ki. Mən necə başladım oxatan? Həqiqətən o qədər inadkar. Papam deyirdi, qızım, sənə hələ tezdir, sən hələ uşaqsan. O sırada dərslərimi oxu. Deyirdim, yox, nə danışırsan, mən səninlə toylara getməliyəm, oxumalıyam, öyrənməliyəm. Çox istəyirdim də həddindən artıq. Evdə papa, məsəl üçün, toylara falan gedəndə mama mənimlə məşğul olurdu. İlk dəfə Segah muğamını anam mənə qısa parça belə Segah muğamından bir qısa parça öyrədibdi və onu toyda oxudum. Papam şoka düşdü ki, bu bunu hardan öyrənib? Xəbəri yoxdur ki? Xəbəri yoxdur ki, evdə məşğul olan. Evdə dərs olur. Evdə məşğul olan var. Artıq 8 yaşından. Deməli, ilk müəlliminiz atanız və ananız olub da. Bəli, atamdan ən çox. 8 yaşından artıq atamla el şənliklərinə getməyə başladım. Artıq evə qazanc gətirirdim atamla bir yerdə. Maşallah. Yəni, o mənə dəstək olurdu, mən ona dəstək olurdum. Belə-belə şükür Allahın bu gününə ki, gəlib bu yerlərə qədər çıxmışıq. Nə gözəl. Mən də deyirəm, bu xanımı niyə çox istəyirəm mən. Deməli, mənim də əslim Şamaxılıdır. Yəni, İsmailli, Şamaxı, eynidir. Gəlib Şamaxı, onsuz da İsmailin o pirivalı var, orada yemək, kebab yeyirdik də. Deməli, torpaq çəkir də, bəli, torpaq yetişdirir. Torpaq yetişdirir. İndi siz mənə deyin görüm, ailədə neçə bacı qardaş varsınız? 3 bacı, bir qardaş. Hamının istedadı var, səsi var. Böyük bacımın səsi milli vokala daha yaxındır. Kiçik bacım da 2019 televiziya muğam müsabiqəsinin qalibi olub və hal-hazırda Azərbaycan Musiqili Teatrında Leyli və Məcnun operasında Leyli obrazını ən gənc leylilərdəndir. Siz məncə 2 bacı da oxumusunuz. Bəli, bəli. Bizim duetimiz də var. Deyirəm də, deyirəm. Duetlərimiz də var. Ay, mən əlimdən buraxdım. Eybi yoxdur. Bir dəfə söz verirsiniz ki, 2 dəfə 200 gələcəksiniz. İnşallah gələrəm. İnşallah. Yəni, qardaşım da hal-hazırda İncəsənət Universitetində tarix sinifində təhsil alır. Onun da çox gözəl səsi var, amma onu nədənsə atam tara yönləndirdi ki, axı bu qızları bir müşahidə eləyən olmalıdır. Ona görə də, yəni, bununla çox xoşbəxt hiss edirik özümüzü ki, əlbəttə. Bizim, İlham bəy, o qədər gözəl ailə məclislərimiz olur ki, qardaşım tarı götürür, biz qavalı götürürük, evimizə gələn qonaqların könlü xoş olur, şad olur. Yəni, şükür Allaha ki, Allah bu istedadı hər kəsə vermir. Biz Allahın seçilmiş bəndələriyik ki, Allah taal onu bizə verib. Şükür edirəm hər zaman. Allah da sizə çox görməsin. Amin. Allah bizə çox görməsin onu. Yəni, hər zaman səhnədən enəndə, mikrofonu yerə qoyanda deyirəm, şükür ay Allah. Şükürdü bəndəyə Allah mütləq yetirir. Çünki insan kim olursansa ol, nə olursansa ol, mütləq Allaha şüküründən qalmamalısan və arzularla irəli atılmamalısan. O qarşısında sərhəd də olsa, o qarşısında o, necə deyim, tikanlı o məftillər olur, o mərdimazlar, gözü götürməyən, xain, paxıl. Amma sənin, bax, bu ağlın, çünki bu ağıl hər şeyi idarə edir. Hətta ağılla əlini, bax, belə tutursan, fikirləşirsən ki, əlim sağa hərəkət edəsin. İnanın ki, çünki bu ağıldan baş barmağının ucuna siqnal gəlir. Yəni, insan, Allah deyir, ey mənim bəndəm, istə məndən, istə, verim sənə. Allahdan nə qədər xoş arzular istəyirsən, istə. Onda Allah səni daha da qabağa
keçirdəcək. Bəs Bakıya necə oldu, gəldi, çıxdınız? Bakıya gəlişimiz belə oldu ki... Əsasən mən bilirəm. Amma istəyirəm bilməyənlər də bilsin və bu portret verilişi olaraq bu tarixdə qalacaq. Nə gözəl. Artıq rayonlar arası müsabiqələr başlayırdı. 2005-ci ildən bəri də belə deyək. 2005, 2006, 2007 Astara uşaq muğam müsabiqəsi var idi. Astara rayonunda keçirilən. Biz bacımla, iki bacı olaraq Gülyaz Gülyanaq bacıları kimi ora qatılmağa qərar verdik və atam bizə Səma-i Şəms ritmik muğamını öyrətmişdi. Çox çətin bilirsiniz, ritmik muğamlarımızdan biridir. Yəni səs tələb edən bir muğamdır. Biz ora qatıldıq. Orada çox dəyərli sənətkarlarımız, yəni müsiflər heyəti idi. Ağxan müəllim var idi, Allah rəhmət eləsin. Gülyaz xanım oradaydı, salamlayıram buradan dəyərli ustadım. Öpürəm mən bacılarımı. Səkinə xanım, bütün ustadlarımıza Allah can sağlığı versin, dünyadan köçənlərə rəhmət eləsin. Arif Babayev, bizim dəyərli sənətkarımız, Arif Babayev da Allah oradaydı. ömür versin. Can Ali Əkbərov, Allah rəhmət eləsin. Yəni, onların qarşısında bir növdə ifa etmə o qədər məsuliyyətli, o qədər həyəcanlı. Biz çıxdıq, iki bacı orada ifa etdik. Gülyaz xanımın gözü bizi tutdu ki, bacılar, hətta orada deyirlər ki, birinci yeri bu bacılara verin. Gülyaz xanım tərəddüd edirdi. Digər sənətkarlarımız dedi ki, xeyr ola, sən istəyirsən ki, olar Gülyaz xanım kimi, özünüz kimi görürsən ona görə. Yəni, buradan başladı. Sonra isə Gülyaz xanım çox dəstək oldu, kömək oldu ki, mən Bakı şəhərinə gəldim. Köhnə Mədəni Maarif, indiki Bakı Humanitar Kollecinə daxil oldum və artıq orada Gülyaz xanımın sinifində muğamlarımızın daha da dərindən öyrənməyə başladım. 2011-ci ildə, 2009-cu ildə mən qəbul oldum. 2011-ci ildə isə mən televiziya muğam müsabiqəsinə qatıldım. Bu mənim üçün, mənim həyatımda ən önəmli, necə deyərlər? Yaddan çıxmayan. Bəli. Mənim üçün elə bil ki, bu sənətdə yeni bir qapı açıldı. Bəli. Möhtəşəm bir qapı açıldı. Mənim yadımdadır. Yadımdadır. Hər şey dəyişdi birdən. Yəni, o qədər dilində danışıram, belə qəribə gəlir ki, elə bu mənə kino, yuxu kimi gəlir ki, mən o günlərdən keçmişəm, həqiqətən. Və muğam müsabiqəsində uğurlu çıxışlarımla finala qədər gəldim, çıxdım. Deyərdim ki, 16 həftə biz orada çıxış etdik, hər dəfə də yeni-yeni qəzəllər, yeni-yeni repertuarlar. Biz gecə-gündüz yatmırdıq, İlham bəy çalışırdıq. Gülyaz xanımdan, Gülyanaq xanımdan yeni-yeni repertuarlar axtarırdıq ki, nəsə bir yenilik eləyək, tamaşaçını təəccübləndirək. 16 həftənin isə 9 həftəsi mənə sözsüz 10-luq müsiflər heyəti qaldırıb. Birinci həftədən 4-cü həftəyə kimi, bu da hər iştirakçı bunu işi deyil. İşi deyil, hər iştirakçının işi deyil ki, yəni mən xoşbəxt bir ifaçıyam ki, xanəndəyəm ki, müsiflərimiz mənə bu, necə deyirlər, balları verirdilər, öz gözəl sözlərini söyləyirdilər. Həqiqətən o gündən bu günə Hələ çox var. Çox var, Hələ bu günlərdən də çox. Amma sizə bir söz deyim ki, o qədər danışdıqca deyirəm ki, hələ öndə nə qədər işlər var. Hələ sizin maşallah nə yaşınız var, hələ bura qədər öz sözünüzü demirsiniz. Amma mən də xoşbəxt aparıcıyam ki, bayaq sadaladığınız, Allah rəhmət eləsin, bütün sənətkarlar hamısı mənim verişim qonağı olub. Bəli. Allah rəhmət eləsin, Ağxan Abdullayev, həmi qardaş olmuşuq, həmi dost olmuşuq, həmi sənətkarımız olub. Can Ali müəllim Əkbərov, Allah rəhmət eləsin, həmi qardaş olmuşuq, həmi dost olmuşuq, həmi verişimdə olub. Səkinə xanım İsmailova, bunu öpürəm, onu salamlayıram. Həcı xanım, bir yerdə həcdə olmuşuq onunla, Həc bacı qardaşıdır və Bülbülədə də yaşamışıq onunla. Yəni, Gülyaz Gülyanaq bacılardakı mənim bacılarım da olar, doğmalarımda, onlar da bağrıma basıram. O Gülyazın ürəyinə qurban olum, Gülyanağın da olar, çox mərd, qeyrətli qızlardılar. Paxıllıq yoxdur onlarda. Ona görə də gözəl qalıblar, gözəl də qalacaqlar inşallah. Allahın köməkliyi ilə. Doğrudan da insan adlandıqca, insan xalq tərəfindən sevildikcə, o belə bir şey var, insan həmişə dönüb arxasına baxmalıdır. Mütləq unutmamalıdır, gəldiyi yolları unutmamalıdır. Amma təəssüflər olsun ki, bəzi insanlar var, bir balaca şan şöhrət olan kimi gözləri ayaq altın görmür. Mən o insanları bədbəxt deyirəm, açığı. Çünki niyə görə? Hərəmiz bir sahədə tanınmışıq. Mən 31 ildir aparıcıyam,
Allah kömək olsun, bir 20 ildə bundan belə aparıcılıq edim, olsun 51 il. İnşallah. İnşallah. Hələ mən sizin əməkdar artist almağınızı gözləyirəm, xalq artisti gözləyirəm. Ondan sonra şərəf şöhrət ordeni gözləyirəm. Və siz onu alacaqsınız. Alacaqsınız, narahat olmayın. Alacaqsınız inşallah. Çünki sizdə olan, siz dayı onun bunun hesabına gəlməmişsiniz. Siz baba bu səsin hesabına gəlmişsiniz. Mənim Əziyyətlə bacım, olan şeylər, qeyrətli bəli. bacım, baba bu səsin. Bunun qabağında Heç kim heç kim dayana bilməz. O bir bulaqdır. Çox sağ O bulaqdır. Var Kim hansı bulağın bu gözünü tutsun, oradan qaynaya baxacaq. Yəni Allah verdiyi fitri istedadı heç kim ala bilməz. Əgər sizdə istedad olmasaydı, ata da qabağa çıxarda bilməyəcəkdi. Xeyr, Ana da asla. qabağa çıxar. Bu günləri var, mən görürəm. Kimsə öz oğlunun əlindən tutub, qızın əlindən tutub sənətə çıxardılması. Axı yoxdur axı. Yoxdur. Olmayan quyuda gərək su olsun ki, su çıxsın da. Yaxşı, gəldi çıxdınız. Gəldi çıxdınız, bax bu yerlərə. Hal-hazırda, bəs necə oldu ailə qurdunuz? Gəldi, etirafdır da. Etirafdır da. Valla, heç vaxt, yəni, bütün böyüklərimizdən çox-çox üzr istəyirəm. Yəni, həmişə deyirdim ki, mənim üçün ilk öncə karyeradır. Yəni, istədiyim pillələrə çatmayana qədər mən ailə qurmayacağam. Ən azından bir şey eləməliyəm. Yəni, bilirsiniz də, əziyyətlə olub hər şey, İlham bəy. Bilirəm. Mən çalışırdım ki, atamı, anamı rahat olsunlar. Ən azından, yəni mən Bakı şəhərində kiraya qalırdım, neçə illər yaşamışam. Deyirdim ki, atam, anama bir şey eləməliyəm, nəsə bir şeylər eləməliyəm. Onlar rahat olmalıdır. Mən bilməliyəm ki, onlar rahatdırlar bugün. Rahat evdə yaşayırlar. Bacılarım ailə O qədər qurub. xanımları belədir, ailə qurub getsələr də, qabaqlarında ən gözəl neymət yesələr də deyirlər, anam görəsən nə yeyir, bacım nə yeyir. Vallah billah, budur Bəli, da. əlbəttə ki, düşünürdüm ki, bacılarım ailə qurmalıdır, atama dəstək olmalıyam, kömək olmalıyam ki, artıq mən müsabiqədən sonra atamı qoymadım toylara getsin. Dedim, papa, artıq sənin ehtiyacın yoxdur buna, sən oturmalısan evdə, bəy kimi, artıq mən Halal olsun. Yəni, övlad kimi mənim borcumdur. Ölənə qədər, onsuz biz onların borcuna heç vaxt çıxa bilmərik. Biz valideynin borcundan çıxa bilmərik. Ölənə qədər biz onların yanındayıq, hər zaman. Ona görə də fikirləşdim ki, missiyalar var da, onları yerinə yetirməliyəm. Sonra Allahın qismətidir də, elə oldu ki, keçən il mart ayında biz həyat yoldaşım Pərvin bəylə Almaniyanın Köln şəhərində tanış olduq. Tanış olduq. Orada konsertə getmişdik. O orada qalırdı. Xeyr, orada qalmırdı, amma yəni o da iş üçün getmişdi. Mən də işim üçün. Təsadüfən rastlaşdınız. Bəli, təsadüfən biz orada rastlaşdıq. Elə ondan qabağı isə bir şeylər var idi ki, bu Almaniyaya gedəndə viza, işi, sənət falan, sağ olsun Pərvin bəy, mən orada kömək. Amma ancaq biz telefonda Pərvin bəy, Kamilə xanım belə mesajlaşırdıq. Yəni, sənədi hara verməliyəm, haradan verməliyəm? Ancaq viza. Hə, o işi... O da viza işinə baxırdı. Baxmırdı, sadəcə olaraq o sənət falan işlərinə mənə köməklik edirdi. Tapşırmışdılar. Necə tanıyırdınız? Tanımırdım, görməmişdim həyatda. Hə, necə oldu? Onu konsertin təşkilatçısı Amil bəy yönləndirdi ki, Pərvin bəy sizə kömək Pərvin bəy sizə kömək eləyəcək. Hə, sizə kömək eləyəcək. Sağ olsun Amil bəy. Amil bəyə təşəkkür edirəm. Amil bəy. Elə oldu ki, getdi. Yoxsa bu qız elə getməyəcəkdi, valla. Elə oldu ki, yəni yarandı orada belə. Qismət. Qismət yarandı, həqiqətən. Münasibət, xoş münasibət, alicənablıq. Gördüm ki, həqiqətən mənə uyğun. Nə bürcüdür? O da oxatan bürcüdür. O da oxatan. Deyirəm də, ay bala, özümü öldürürəm ki, çalışın öz bürcünüzdən ərə gedin, öz bürcünüzdən alın. İnanın. Biz bir şeyi həmişə danışırıq öz aramızda. Ayrı-ayrı insanlar, ayrı-ayrı evlərdə biz eyni həyatı yaşamışıq Pərvin bəylə. Bəli. O da öz həyatını danışanda mən təəccüblənirəm ki, mən də o şeyləri yaşamışam. Bəli. Pərvin bəy də danışanda eyni. Həqiqətən elə bir ki, biz ayrı-ayrı evlərdə eyni həyatı yaşamışıq. Və belə oldu, tanışlıq yarandı, ailələr tanış oldu, sonra isə toy oldu. Allah xoşbəxt eləsin. Çox sağ olun. Elə Pərvin bəy də şanslı bəydir ki, sizi kimi gözəl bir xanıma sahib olub. Siz də xoşbəxtsiz ki, Pərvin bəy də çox alicənab, amma açıq deyimlə boylu, buxunlu, yaraşıqlı, maşallah. Allah xoşbəxt eləsin, Allah sona qədər. Bax, belə sizin kimi nə qədər qeyrətli, namuslu, öz sənəti ilə qabağa gedər. Bəli, bu sənətdə elə xanımlarımız var. Sponsorla yox ha, sənəti ilə. Hamısına xoşbəxtlik arzulayırıq. Bəli, ən xoşbəxtlik odur ki,
bir əlində sənət, bir əlində ailə. Ailə. O bir adamlar var deyir ki, yox sponsorsuz qabağa gedə bilməz. Ay bala, fitri istedad olan yerdə elə gedəcəksən qabağa, gəl görəsən. Hər şey heç elə ölçülmür. Ona görə də gözümüzün qabağında böyüyən, şükür Allaha mənim də neçə yaşım var, demirəm neçə yaşım var. Axırı ki 31 ildir bu sənət. Heç yaşınızı vermirsiniz. Deməyəcəm, heç deməyəcəm. Amma gözümün qabağında öz balam kimi, öz qızım kimi bu günləri Kamilə xanıma balam da demək olar, qızım da demək olar. Yəni ürək açıqlığıyla deyə bilərsən ki, qızım, bacım, balam. Bilirsən ki, sənəti ilə, namusu ilə, qeyrəti ilə əlində künük gəlib və həmişə ağır yanalığı ilə, həmişə bir dəfə evimin qonaqları verilişinə çağırırdılar. Dedilər ki, qoy reklamlara çıxaq, ondan sonra danışıq. Əziz tamaşaçılarımız, reklamlara ayrılır, qısa bir aradan sonra yalnız və yalnız MTV kanalını izləyin. Hərdən mən baxıram, mən deyirdim ki, ay Allah, mən kimdən işləyəcəm? Çünki bütün sənətkarlar getdi. Ballar. Ballar, qaymaqlar getdi. Bəli. Amma şükürlər olsun Allaha ki, sizin timsalınızda var sənətkarlarımız. Yavaş-yavaş çıxır, amma bəzi dırnaq arası onlara sənətkar demək olmaz. Onlar necə deyir, həvəskar. Hə, mən onları görəndə dedim, ay Allah, mən işləyə bilməyəcəm. Artıq bu etiraf neçə illərdir gedir, kimlər olmayıb da, Sara Qədimovadan, ondan sonra Kəzban İsmailovadan, nə bilim kimlər ki, Əminə Dilbazi, ondan sonra Habil Əliyev, sadalamaqla bitməz də. Dedim, ay Allah. Əslində siz xoşbəxt bir insansınız ki, onlarla canlı-canlı. Mən xoşbəxt aparıcıyam. Mən xoşbəxt aparıcıyam ki, əsl sənətkarlarla işlədim və bu gün də çalışıram ki, apardığım verilişə sənətdə xəbər olmayanlar gəlməsin. Ona görə də mənim əziz tamaşaçılarım, mənə yazırsınız, deyirsiniz ki, filan kəs. Əgər kimisə görmürsinizsə, bilin ki, mən o adamda sənət görmürəm. Yəni, yeri gəlmiş ki, Kamilə xanım, sizin yanınızda da deyirəm, mən belə bir qərara gəlmişəm və bunu hər verişdə deyirəm. Bu günləri Azərbaycanın hər bölgəsində elə bir adi bir çobandır, heyvan otarır. Amma gözəl bir səsi var. Amma bu günləri efirlərin qapıları onlara bağlıdır. Niyə görə ki, ona görə də bu istedadları mən axtarıram, tapıram və buradan da nömrəni deyirəm, nömrə yazılır 055 294 0056 nömrəli telefona, WhatsApp-dan yazın və sizi bir-bir tapıb efirə çıxartmaq mənim boynuma. İstedadı olan, sənəti olan, gözəl səsə malik olan insanlar bu efirdən çıxıb Azərbaycan xalqına təqdim olunacaq. Vəssalam, mənim də missiyam budur. Kamilə xanım, gəlin bir sizə bir sual verim. Bu mahnıdan mənə bir gözəl bir sual yaratdınız. Heç yerlə göy arasında qalmısınızmı? Bəli. Çıxılmaz vəziyyətə düşmüsünüzmü ki, Allah, görəsən nə olacaq? Allah, bunun axırı nə olacaq? Günləri heç yadıma salmaq istəmirəm. Atamın xəstəxanada yatdığı, yerlə göy arasında qaldığım o xəstəxana koridorlarında necə olacaq? Atam ayılacaqmı? O qədər Allaha yalvardım ki, qaytar onu mənə. Bir ürəyimi istəsələr verərəm, onu mənə qaytar. Bəli, o günlərim mənim, Allah Teala ömrümə yazmasın, ən çətin, yəni ən travmalı, nə bilim belə, indi də danışanda elə biləm ki, oraya gedirəm, nasıl mən çox danışmıram, ona görə ki, düşürəm dərinə də düşəndə məni çıxartmaq biraz çətin olur. Yəni, bəli, o günlər olanda bəli qalmışam, yerlə göy arasında qalmışam. Həqiqətən çox çətin günlər keçirmişəm. Və onu itirdiyim gün, təbii ki. Amma fikirləşirdim ki, onu itirsəm bəlkə mən də öləcəyəm. Amma inanın Allaha, Allahdan sənə elə bir güc gəlir ki. Gəlir. Fikirləşirsən ki, bu sözü də mən demişdim axı ki, atam ölsə mən də öləcəm. Mən niyə ölmədim? O qədər özümə belə, necə deyirlər, belə qəribə gəlirdi ki, mən ağlamadım. Həmin an mənim gözümdən
O Çünki Çıxmadı. siz donduz. dondum. Donduz. Mən bacımı toparlamağa çalışıram, anamı toparlamağa çalışıram. Mən ağlamıram, mən güclü dayanmışam. Artıq atamın cənazəsi ortalığa gələndə Onda inandınız. Mən inandım ki, mənim atam, yəni artıq bildim ki, mənim atam rəhmətli. O an məni heç kim saxlaya bilmirdi. Allah səbir versin. Allah qalan balalarına ömür versin. Allah sizə ömür versin. İnşallah bundan sonraki həyatınız daha yaxşı olsun. Heç birimizin valideynlərimiz yanımızda qalmır ki. Kaş valideynlər ölməsiydi. Bəli. Amma vaxtsız itkilər itki olmasın. Valideynlər qoy, nə bilim, düz doymayacaq onlardan, doymuruq. Amma heç olmasa, vaxtsız olmasın. Mənim atam ən böyük arzusu mənim toyumu görmək idi. Deyirdi, qızım, bir dənə onu görüm. Mən heç nə istəmirəm. Siz elə bilirsiniz ki, o atanız onu duymadı. Duydu, əlbəttə ki, duydu. Onun ruhu da şad oldu. Çünki bu günləri əgər Allah bizi bir cisimdən, bir də ruhdan yaradıbsa, bizim cismimiz, torpağa ruhumuz, həmən günü sizin atanızın ruhu da şad idi. Vallahi, inanın, siz qabağa getdikcə atanızın ruhu daha da şad olacaq. Və həyatdır. Mənim də atam 58 yaşında dünyasını dəyişdi. Heç, necə deyim, mən deyirdim, kaş mən çalışıydım, onu daha da ömür veriydim, ona o qismət olmadı, indi anamdan bəlkə yapışmışam. Mən də bu dəqiqə ancaq bütün, deyirəm ki, anama heç kim heç nə deməsin, anamı incitməsinlər. Bir söz olanda da bacılarımla telefonda deməyin ona heç nə, inciməsin, könlü qırılmasın. Mamaya hərdən deyirəm ki, mama, mən atamdan qalan sevgimi də, hər şeyimi də sənə vermişəm. Səndədir bu dəqiqə. Allah çox görməsin. Amin, amin. İsmaildə qalır da hal-hazırda? Yox, qardaşımla yaşayır. Bakıda? Bakıda yaşayır, bəli. Onda İsmaildə eviniz yoxdur mu qalır? Ata ocağımız var. Bəli, mən bir toyun birində İsmaildə atamın arzusu olaraq ata ocağımı elədim. Bəli, birini Bakıda, birini orada. O mənim atamın arzusuydu. Yəni hal-hazırda var orada. Gedirik, arada istirahət edirik. Yayda cəmaət ora istirahətə gedir hamısı. Gedirik, qalırıq. Yəni xeyirli olsun. Hər dəfə də girəndə çox sağ olun. Mən bilirəm ki, onun ruhu əlbəttə oradadır. Şad olur. Oradadır. O evladların ki, ora cəmləşəndə, yığılanda, o evdə deyib güləndə doğrudan da yaxşı. Kamilə xanım əgər bizim verilişimizə gəlibsə, Kamilə xanımdan canlı bir şey istərdim. İstərəm, Kamilə xanımdan canlı bir gözəl ürəyi istəyən. Siz elə məndən canlı ifa istəyin. Bəli, buyurun onda. Dağları duman alanda, gözüm yollarda qalanda, yadıma səni salanda, gül yanağım solmasın mı yar? Dağları duman alanda, gözüm yollarda qalanda, yadıma səni salanda, gözüm yaşla dolmasın mı yar? Əsən yerlər, sevgilimdən mənə xəbər. Əsən yerlər, sevgilimdən mənə xəbər. Solanda narın çiçəklər, gül yanağım solmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı yar? Teşekkür ederim, var olun. Sağ olun. Amma mən sizdən muğam gözləyirdim. Yenə də mahnı ilə mənim başımı pişirdiniz. Muğam da oxuyaram sizin üçün. Hər bir evlada şərəf, şöhrət ilə şan atadır. Başa tac, qəlbə fərəh, taxtı Süleyman atadır. Hörmətin saxla günən, daimə aləmdə onu.
hörmətin saxla ginən daimə aləmdə onun üçün. Bizi bu dünyaya bəxş edən insan atadır. Ola piranə yenə, ey bil ki dayaqdır o sənə. Südü vermiş sayana cismimdəki can, can atadır. Bakira öz yeri vardır atanın həm övladın. Nə qədər artsa da övlad yenə sultan atadır, atadır. Eşq olsun, eşq olsun. Vallahi sizi fonoqramla oxutmaq günahdır, çox günahdır. Allah bizə gəlin olacaq vallahi. Allah hamd olsun. Gələn verişimizdə canlı gəlir. İnanın da dilim alınmır da, alınmır. Doymur. Bilirsiniz sizə bir söz deyim. Mən açıq etiraf edirəm. Elə insanlar var ki, deyim elə fonoqram oxusa yaxşıdır. Amma elə insanlar da var ki, elə bir onlar gələndə qona bir xəzinə tuturam. İtirmək istəmirəm, valla. Çünki mən açığı deyim, illərin sənətkarların görə gəlmişəm. Amma nə sizdən mən asılıyam, nə də siz məndən asılısınız. Amma xalq da artıq bilir. Canlı ifaları çox sevir. Bu sənət varsa, bu canlı ifanı oxu da, eləsi var ki, oxumur. Amma siz maşallah... Səsinə qənaət edirdi onlar. Qənaət edir. Neyiniz ki, hara saxlayacaqsan? Amma mən hara gedirəm? Canlı ifa var orada, mən canlı oxuyacağım. Mənə dediniz də, dedim, ansamblımız olsaydı burada inşallah bir gündə elə bir şey təşkil edərik. Kəmilə xanım, ümumiyyətlə, həyat nədir Kəmilə xanım üçün? Həyatı sevirəm, çox sevirəm yaşamağı. Biraz o çətin dönəmlərimdə düşünürdüm ki, həyat boşdur, mənasızdır. Amma insanın ki, həyatına yeni gözəlliklər gələndə artıq həyata tutunmağa çalışırsan və deyirsən ki, yox, həyat gözəldir. Yine aile kurandan sonra da. Reklamlara ayrılırız. Reklamlardan sonra əziz tamaşaçılarımız yeniden bize hep kaydın. FTV'ye bakalım. Kəmilə xanım, yuxulara inanırsınız? Yuxulara, bəli, inanıram. Heç düz çıxan yuxunuz olub? Elə olubmu ki, məsələn, bugün yuxu görmüşsünüz, bir neçə gündən sonra o yuxunuz? Bəli, olubdur. Hərdən düşünürəm ki, bu yəqin təsadüfdür. Amma inanmamaq daha yaxşıdır yuxulara. İnananda elə bil olur. İnanmamaq daha yaxşıdır. İnanırsan ki, belə görsən ki, beynin ona köklənir. Bir gün sonra mı, 2 gün sonra nəsə bir hadisə baş verir. Artıq onu ona bağlayırsan ki, hə, mən yuxuda görmüşdüm axı. Belə bir şey olacaq. Bəs ürəyinizə daman həmişə başınıza gəlirmi? Yox, ürəyimə daman yox. Çox fikirləşdiyim ki, bu şey baş verə bilər. Baş verə bilər. Hə, olubdur. Olub. Bilirsiniz o nə ilə bağlıdır? Nə ilə bağlıdır? Ümumiyyətlə, insan psixologiyasında bir şuuraltı deyirlər psixologiyada. Türklərdə pirinçaltı deyirlər, amma Azərbaycanda şuuraltı deyirlər. Ümumiyyətlə, insanlarda həm heyvani instinkt var, həm insani. Ümumiyyətlə, insan beynində nə fikirləşirsə, o da qarşısına çıxır. İstər yaxşı, istər pis. Ona görə də həyatda var mənfi enerjili, var müsbət enerjili insan. Və insan gərək həmişə Allah ilə bağlı olsun və həmişə
Bilirəm onu bağlısın. Amma heç vaxt pis şeyləri düşünməməlidir. Çünki o bir nəsə xoşa gəlməz bir şey düşünürsən, ha, bu baş verə bilər. Yəni pis şey. İnanın ki, elə bir insan özü çağırır o şeyi özünə. Çünki bax, buradan enerji çıxır. Məsələn, müsbət enerji çıxır, qayıdır. O müsbət enerji özünə qayıdır. Mənfi enerji də çıxır. O mənfi enerji də özünə qayıdır. Bacarasan həm sizə, həm də bütün izləyicilərimə deyirəm ki, mən çünki bir alim kimi, tek aparıcı deyirəm ki, bir alim kimi insanlara deyirəm ki, bacarın həyatda yaxşı şeylər fikirləşsin. Özü də bu il 2025-ci il yaşıl ağac ilan ilidir. Ancaq xoş düşüncəli, gözəl əhval-ruhiyyəli, pozitiv insanlar qalib gələcək. Çünki insan ümumiyyətlə pozitiv olmalıdır. Həyatda biz elədir ki, yaşayırıq, düzü, yıxılırıq da, dururuq da, acını da dadırıq, şirini də dadırıq. Xoşbəxt isə həyatda yoxdur. Anlar var, anlar var. Amma elə olmalıyıq ki, özümüzü daimi kökləməliyik ki, bugün əgər nəsə pis şey yaşadıqsa, sabah mütləq yaxşı olacaq. Bax, o arzulardan inşallah. Və bu sənətdə də həmişə siz gedə-gedə deməlisiniz, bax, mən bunu da nail olacaq, buna da nail olacaq. Onda siz hər şey əldə edəcəksiniz inşallah. Allahın köməkliyi ilə. Ümumiyyətlə, sizin fikrinizcə ailə nədir? Mənim fikrimcə ailə mənim üçün hər şeydir də. Yəni bu həyatda gördüyüm ən gözəlliklər ilk insan üçün ailədir. Ailə elə bir dəyərdir ki, elə bir varlıqdır ki, onu hər zaman qoruyub saxlamalısan. Çünki bu mənə böyüklərimdən belə gəlib. Mənim üçün ailə dəyərləri çox böyükdür. Atamdan, anamdan. Ona görə də Allah qorusun bütün ailələri. Çalışmaq lazımdır ki, onu əlində tutub möhkəm saxlayasan. Ona imkan verməksən ki, kimsə xətər yetirsin, kimsə necə deyirək, pisliklər eləsin. İnanın ki, nələrsə baş verir ailələrdə. İnsanlar onu özləri yaradırlar. Bəli. O şəraiti özləri yaradırlar. Bəli. Ona görə də çalışmaq lazımdır ki, qorumaq lazımdır. Onda belə bir sual gəldi. Çox sənətkarlar, sənətçilər oturublar bax sizin yerinizə, sizdən İraq, qayıdıb deyiblər ki, mən öz ailəmi sənətimə qurban verdim. Ailəni sənətə qurban vermək olarmı? Məncə o heç düzgün bir fikir deyil. Birinci, qarşındakı insan səni anlayırsa, başa düşürsə, əgər sənə bu yolda dəstəkdirsə, bu nə gözəl bir xoşbəxtlikdir. Həqiqətən, niyə də olmasın ki, belə? Var, mən elə xanımlar tanıyıram ki, deyir ki, mən qurban vermişəm, peşman olanları da görmüşəm. Niyə qurban verim mən ailəmi? Bilirsiniz, bu elə bir əziyyətlə gəlib bu yerlərə çıxmışam ki, bir göz qırpımında bunu silib atmaq bilirsiniz nə deməkdir? Allah qarşısında bu ən böyük bir günah olar. Allah deyər ki, sonra sənə, mən sənə bunları verdim. Axı, verdim sənə, bunu Allah verib, qurban olum Allaha. Axı, sən niyə bunun dəyərini, qədrini bilmədin? Niyə? Bəli. Olmaz. Yəni, o əlimizdəki dəyəri, necə deyirlər, ailə təbii ki, mən yenilirəm, ilkdir mənim üçün. Amma mən sənətimə o qədər bağlı bir insanam ki, mən səhnədə hər şeyi unuda bilirəm. Hər şey, bütün ağrımı, olub ki, mən ən pis ağrıyan vaxtında səhnəyə çıxmışam, mikrofonu əlimə almışam, demişəm ki, sən bura çıxmısansa, sən Kamilə oxumalısan. O qədər sənətimiz bağlı, sənətimə o qədər bağlı bir insanam və mən belə düşünürəm ki, heç vaxt mənim həyat yoldaşım bunu etməz. Mən bilirəm, çünki o elə bir düşüncəyə malik bir insandır ki, bilirəm ki, bunu mənə eləməz. Mən ona güvənirəm. Mən də güvənirəm. Mən də güvənirəm ona və o özü bilirdi ki, kiminlə ailə qurur. Əlbəttə, bəli, o da çox gözəl dediniz. O bilirdi ki, kiminlə ailə qurur. Ailə quran insan, bəli, artıq bilməlidir ki, kiminlə ailə qurursan. Əgər o sizə artıq, siz də təbii ki, artıq öz sözünüzü
hərəkətinizi bilən xanımsınız, ağıllı xanımsınız, hər şeyin yerini bilənsiz. Ondan sonra sizin demişkə deyir, axı mən deyir Kamilovam, yəni belə, yəni bu var da sizdə, bu var. Yəni sizin məncə o istedadınızı məhv eləmək o bəy üçün çox günah olar. Ona görə də... Yadıma bir şey düşdü. Bir dəfə efirlərimizin birində o sual mənə verildi. Rəhmətli atam hələ sağ idi. Mən tərəddüd içində ona cavab verdim ki, bilmirəm nə bilim, bəlkə qurban verərəm nə. Evə gəldim, gördüm atamın keyfi yoxdur da. Ay baba, nə olub? Sən o cavabın heç mənim xoşuma gəlmədi qızım. Nə dedim ki, nə xoşuma gəlmir? Mənə deyəm, mən o səhvimi düzəldim. Sən orada konkret deməliydin ki, xeyr, mən heç vaxt sənətimi heç nəyə qurban vermərəm. Sən zülmlə, əziyyətlə gəlib bir yerlərə çıxmısan. İndi dediniz, o yadıma düşdü. Həqiqətən əziyyətlə gəlib çıxdığımız bir yerlərdə biz çox gözəl bir qeyd ediniz ki, nə maddiyyatla, nə heç nə ilə. Yəni, birini tapmışıq, beşini tapmamışıq. Ac qaldığınız günlər də olub, evsiz qaldığınız günlər də olub, zülmlə. Bu yerə gəlib çıxmaq üçün çox şeylər oldu. Bəli. Hələ bilmirəm bundan sonra nələr olacaq. Şükür Allaha ki, bundan sonra nə olacaq ki? Sizin arxanızda maşallah 2 metrəlik həyat yoldaşınız. 2 metr olar, yoxsa 1.90-dır? 1.90. Kamilə xanım həyat yoldaşının artıq boyu da dedi. Yəni, maşallah, elə gözəl şəxsiyyətli insan, gözəl qəlbli insan. Sizin yanınızda, arxanızda dayanıb, valla yaxşı həyat yoldaşı adama qardaşdır, atadır, anadır. Sadəcə Allah sizi pis nəfsdən saxlasın, pis gözdən saxlasın, bir də pis dillərdən saxlasın. Və ona görə də inşallah artıq sizi alanda çox ağıllı bir alicənab insandır və o da sizin necə ağıllı, alicənab. Mən inanmıram. Heç vaxt o sizə mane olmaz. Çünki sizin qabağa getməyinizdə o da fəxr eləməlidir ki, belə istedadı boğub öldürmək olmaz, saxlamaq. Amma siz də gərək biraz dilinizi yığasınız, mehriban olasınız. Ondan sonra necə deyim? İlham müəllimə Raşid məni artıq konkret tanıyır da yəni. Mən axı dedim, axı Oğatan bürcü. Bilirəm, axı Oğatan bürcünün kişilərin qadınları var, budur. İndi gör o yetimin balası nə çəkir bundan. Mən onu da bilirəm. O da düzələcək. Yəni, inşallah, ailə olmaq asan deyil. Siz də bilirsiniz onu, şükür Allah ağıllı xanımsınız. Çətindir və bu iki sənəti, ailə və sənət qoruyub saxlamaq. Mən bilirəm ki, onu qoruyacaqsınız inşallah. Qoruyacaqsınız Allahın köməyi ilə. Hələ sizin gələcəyiniz bundan belədir, Allah qoysa inşallah. Əgər Kamilə xanımın ürəyində bu vaxta qədər düzdür, arzudan arzu doğulub. Hansısa kaş ki, elə bir şeylər olubmu? Kaş ki. Olardı, yoxsa eləməzdim. Kaş ki, eləməzdim. Bəli, olubdur. Bilirsiniz, o kaşkilər olmasaydı, çəkişməsən, bərkiməzsən. Olubdur, əlbəttə ki, hər bir insan ki. Mən bu dünyada... Yəni, ideal insan yoxdur bu dəqiqə hal-hazırda. Bu dünyada o insan yoxdur, desin ki, yəni, mən heç vaxt deməmişəm ki, mən kaş ki, bunu eləməzdim. O mümkünsüz bir şeydir. Bəli, bəli. Olubdur, bəli. Dediklərim olubdur. Yəni, həmən o kaşkılar gələcəyə artıq bir... Bəli, bəli. Yəni ki, da bundan sonra olmur da. Yəni, artıq bu olubsa, mən həyatımda bunu götürüb bura qoymuşam. Demək, kaş bura qoymaydım. Bura qoydum. Bu olur həyatımızda. Amma bir şey də var da, mən səhvlərdən nəticə çıxardan insanam. Ağıllı insan elə olmalıdır. Və çalışmışam ki, onu təkrar etməyim. Və hansısa bir dediyim o ki, kaş ki, mən bunu etməzdim. Mən bunu niyə etdim? Və çalışmışam ki, o sözü mən bir də deməyim. Onu deməməyə çalışmışam. Halal olsun. Halal olsun sizə. Amma özümdə xarakterimdə 2 nüans var ki, onu düzəldə bilmirəm. Onu düzəldəcəksiniz. O bir səbirsizlikdir. Mən bilirəm. Bir də çox həssas. Bilirəm. Həssas, insan olmağım. Yəni,
düzəldə bilmirəm də. Nə edirəmsə düzəldə bilmirəm. Həssas olmaq insanın özünə ziyan vurur. Bəli, bəli, ziyan. Gene o başqaları kimi biraz laqeyd yanaşasan bəzi şeylər. Çox həssaslıq insanı psixoloji cəhətdən sarsılır. Sonra özünə qapanma olur. Sonra çıxa bilmirsən. Sizcə xarakter orada düzələ bilən bir şeydir? Düzələcək. İnşallah. Hələ Diyanın sizin xoş günləriniz qabaqdadır. Dayanan, düzələcək. Həyat getdikcə sizi elə yontalayacaq. İndi inşallah, indi şükür Allaha ev, ailə, ondan sonra yavaş-yavaş getdikcə inşallah evlad, hamısı yavaş-yavaş bir də görəcəksiniz ki, bu Kamilədən əsər əlamət qalmıyor. Yəni xasiyyətinizdən deyirəm ha. Kamilə xanım, inanın, mən sizə bir söz deyim. Adam var ki, deyirsən ki, ancaq oxusun, danışmasın. Adam da var ki, deyirsən ki, danışsın, oxumasın. Bu, sizdə həm oxumağınızdan, həm danışmağınızdan mən çox ləzzət aldım. Və vaxt necə gəldi, getdi. İnanın ki, heç bilmədim ki, necə gəldi, getdi. Çünki oxumasınız, tamaşaçılarımız onu gözləyir, zövq almaq olmur. Amma danışdıranda da mən də mahnınızı istəyirəm. Yəni, mən təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiyiniz üçün. Çox sağ olun ki, gözəl bir xanəndəmiz bu günləri gəldi, oturdu. Demiyorlar, vaxtı ilə bu kreslo olmasa da başqa bir kreslo olub, müəllimlərinin yerində. Əvvəl müəllimlərinizi çəkmişəm, indi sizi çəkirəm. İnşallah Allah ömür versə, sonra sizin tələbələri çəkəcəm. Allahın köməyi ilə. İnşallah, o da olur. Mən də o yüzden edəcəm, narahat olmayın. İnşallah, peki olsun. Çox sağ olun ki, gəldiniz. Siz sağ olun. Və gözəl söhbətlər elədiniz və çox səmimi bir veriliş alındı. Həddidən artıq. İnanıram ki, təşəkkür edirəm sizə gəldiyiniz üçün. Zövq aldı verilişimizdən. Mən sizə çox təşəkkür edirəm. Sağ olun. Dəvət üçün. Yəni, sözümün başında da, söhbətimin əvvəlində də dedim ki, yəni, hər zaman düşünürdüm ki, uşaq vaxtı bu verilişi izləyəndə, nə vaxtsa mən İlham bəyə öz etiraflarımı edə biləcəmmi? Həqiqətən etdim. Etdiniz. Çox şükür deyir Allahdan, bayaq dediniz Allahdan istəsən verəcəm. Bəli. Çox şükür bu günümüzə, min şükürlər olsun. Bütün tamaşaçılarımıza da təşəkkür edirəm. Dəyərli vaxtlarını ayırıb bizi izlədilər. Çox sağ olun deyirəm. Biz də sizə təşəkkür edirəm. Əziz tamaşaçılarımız, verilişimizin sonuna gəldik, çatdıq. Mən sizinlə xudafizləşirəm. Deyirəm, sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun. Allah evinizdə, eşinizdə, həyətinizdə, bacanızda, qonumunuzda, qonşunuzda ancaq həmişə musiqi, toy, büsat olsun. Sizin də qulaqlarınız həmişə xoş xəbərlər eşitsin və gözlərinizdə yaxşı şeylər görsün. Qəlbinizdən yaxşı şeylər düşürün ki, o yaxşı şeylər sizin qarşınıza çıxsın. Beləliklə, sağ olun, sağlıqla qalın. Mən sizinlə xudafizləşirəm, amma Kamilə xanımın bir mahnısı ilə verilişi yekunlaşdırırıq. Allah'a əmanət olun, sağ olun.